500 qram 40% deyəndə 500-ün 40%-ni tapırıq. Birinci işimiz bu olacaqdır. 500-ün 40%-ni tapanda deməli 500-ün 100-dürsə x-im da 40-dır. Bu eləyəcək neçə? 200. 200 500-ün 40%-i oleum deyəndə yadınızda saxlayın, o faiz SO3-dür. Həmişə faiz SO3-ə aiddir oleum içində. Deməli 200 SO3 200 qramı SO3-dürsə, onda 300 qramı isə nəyin payına düşəcəkdir? H2SO4-ün payına düşəcək. Deməli oleum formulu xatırladaq, H2SO4 vur x SO3-dür. Yəni faiz həmişə SO3-ə aiddir. Bax bu qısacası belə. Gələn dəfədə bir neçəsini işləyərik. Deməli təzədən deyir ki, 100 qram 82% sulfat tökürəm bunun üzərinə. 100 qramın 82% deyəndə 82 qramı nədir? 82 qramı H2SO4-dür. 18 qramı isə H2O-dur. Bax bu qaba töküblər də bunu. İndi nə edirik? Burada axı su ilə H2O ilə, bizə deyir ki, neçə faizi oleum ala bilərik. Suyun üzərinə SO3 gələcək, alınır H2SO4. İndi nə edəcəyik burada? SO3 neçə qramı həll olur? Məndən faizi istəyirsə, deməli mən faiz omegada sürətə SO3 yazmalıyım. Yəni faiz SO3-ə aiddir. Deyirəm ki, 18 qram, elə MR də 18-dir. 80 qram SO3 həll olur. SO3 başda əlimdə nə qədər idi? 200 idi da. 200-ün 80-i həll olur. Əlimdə nə qədər qalır? 120-si. İndi təzədən nə edəcəyik? Omega bərabərdir. Deməli, 120 bölünsün, 500 məhlulu muydu bayaqlarım? Üzərinə gəldi 100 qramlıq sulfat turşusu məhlulu gəliblər də. 100 vurulsun 100 yazırıq. O deyilir, ay sol, 20. Kanalımıza abone olun.